Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bu dəfə sürücülərimizdən birinin hərəkətdə olarkən qarşılaşdığı hadisədən danışacağıq. Mövzuya keçməzdən öncə hər birinizdən xahiş edirəm ki, kanalımı bəyənib, abunə olub, paylaşıb izləməyi unutmayın ki, bizə dəstək olun və tez-tez maraqlı mövzularla qarşınıza gələk. Deməli, sürücülərdən biri Zığ şosesində hərəkətdə olarkən elektron tabloda sürət həddinin 90 km/saat sürəti ilə tənzimlədiyini görür və təbii ki, bu sürətlə hərəkətini davam etdirir. Qəfil sürət həddi 70-ə və elə bu görüntülərdən də siz bunu açıq-aydın görürsünüz. Dərhal sonra isə magistralın bitdiyini göstərən sağda elə görüntülərdən də fikir verirsinizsə nişan var. Onun ardınca isə 50-yə enir ki, bunu da göstərən sol tərəfdə nişanlar olur. Və elə bu ərazidə sürücünü gələn yol polis əməkdaşları saxlayır və sürücüyə bildirirlər ki, təbii ki, bu sürücünün iddialarıdır. Bildirirlər ki, siz qayda pozmusunuz və yaşayış məntəqəsi yaxınlığında 2 qat sürət həddində hərəkət eləmisiniz. Ona görə də siz cərimə olunacaqsınız. Sürücü iddia edir ki, yoldakı nişanlar arasında uyğunsuzluq var. Elə bunu onu saxlayan polis əməkdaşlarına da izah edib və nəticədə heç bir cərimə ödəmədən, heç bir protokol yazılmadan hərəkətinə davam edib. Biz ərazidəki vəziyyətlə bağlı nəqliyyat üzrə mütəxəssis Ərşad Hüseynovla söhbət eləmişik. Ərşad müəllimin həmin ərazi ilə bağlı deyəcəkləri var, onu izləyək. Fikirləriniz maraqlı olardı. Ərazidə hər şey qanunun çərçivəsindədir, yoxsa orada müəyyən ziddiyyətlər var? Deməli, ümumiyyətlə bu video və yaxud da qeyri bir video yox. Ümumiyyətlə həmin əraziyə diqqət yetirəndə görürük ki, orada problemlər var. Bəli, problem nədən ibarətdir? Birinci problem ondan ibarətdir ki, həmin yol ümumiyyətlə avtomagistral kimi işarələnməməlidir. O yol bizim milli qanunvericidə avtomagistrala dair tələblər var. Həmin tələblərə uyğun deyil. Məsələn, ayrı zolağın parametri düz gəlmir. Bəlkə də hərəkət zolaqlarının ölçüləri də düz gəlmir. İndi onu ölçmək lazımdır. Yol çiyini yoxdur. Yəni, belə yol avtomagistral kimi işarələnməməlidir. Bu bir. Orada avtomagistral nişanı olmalıdır. Birinci problem budur. İndi qoyublar hər hansısa bir səbəbdən. Amma hansısa səbəbə görə yenə də avtomagistral sonlandırmaq istəyirlər. Əgər sonlandırmaq istəyirlərsə, 550 məlumat verici nişan var. O nişan tətbiq olunmalıdır. Nişanın da məqsədi nədir? Nişan bildirir ki, sürücülərə, avtomagistraldan gedirsiniz, amma avtomagistral bitəcək. Avtomagistral statusu ləğv olunacaq. Bəli, başda məlumatınız olsun. Adi bir yol. O da nədir? 3 dənə nişandır. Biri birinci qoyulur, özdə böyük məsafədə, məsələn 300-400 məsafədə, 450 metr məsafədə hətta qoyula bilər. İkincisi, ondan yenə də bir müəyyən məsafə sonra qoyulur. Sonuncusu, heç olmasa avtomagistral bitəcək 5-2 nişanı var. O 5-2 nişanına bir 100 metr qalmış qoyulur. Məlumat verici nişanlar mütləq olmalıdır. Daha sonra sürətin endirilməsi və sürət məhdudiyyətinin bildirilməsi. Orada da problem var. Sürətin endirilməsi pillələrlə olmalıdır. 90, sonra 70, sonra 50. Bu nişanlar arasında da 100-150 metr məsafə olmalıdır. Özdə sürət yüksəkdirsə 150-yə yaxın, sürət azalırsa 100-ə yaxın. Bax, belə bir addımlar olmalıdır ki, sürücülər sərt tormoz eləməsinlər. Sadəcə ayağın qazdan götürürsən, sürət həmin kəmiyyətə uyğun gəlir. Belə bir məsafə olmalıdır. Və əsas məsələ, eyni istiqamətdə 2 və daha çox hərəkət zolağı varsa, sürət məhdudiyyətini bildirən həmin o 24 nişanı həm sağda, həm də solda olmalıdır. Eyni nöqtədə, həm sağda, həm solda. Məsələn, bu dediklərimizdən hər hansı biri çatmırsa ərazidə və buna görə ümumiyyətlə sürət həddini aşmağa görə və yaxud digər şeyə görə sürücüləri saxlayıb cərimə yazmaq düzgündür? Ümumiyyətlə, sürücüləri sürət həddinə görə sürücünü saxlayıb cərimə yazmaq olmaz. Mümkün deyil, qanunverici buna icazə vermir. Birincisi, ikincisi də boşluqlar varsa, problemlər varsa və bu səbəbdən sürücü həmin hərəkət şəraitini qavraya bilmirsə, cərimə istisna olunmalıdır.
Bəli, Ərşad Hüseynov ərazidəki uyğunsuzluğu ən xırda detalları ilə izah elədi. Qalır bircə aidiyyatı qurumların həmin ərazidəki mövcud uyğunsuzluğu ən qısa zamanda aradan qaldırmaq. Yoxsa belə vəziyyətdə təbii olaraq sürücü və yol polisi arasında bir mübahisəli məqamlar yaranır ki, bu da təbii ki, xoşagəlməz bir haldır. Problem aradan qaldırılan vaxta qədər ərazidən keçən sürücülərimiz son dərəcə diqqətli olmalıdır. Ən azından elektron tablodakı və yolun hansı ki uyğunsuz şəkildə yalnız sol çiynində quraşdırılan nişanların, sürət nişanlarının tələbinə uyğun şəkildə hərəkət eləməlidir ki, hər hansı formada belə indi bu görüntüləri paylaşan sürücü kimi problemlə qarşılaşmasın. Əslində axtarsaq, belə uyğunsuzluqlar bəlkə də bir çox yerlərdə var. Çünki zaman-zaman bənzər görüntüləri biz fərqli-fərqli küçə və prospektlərdən çəkib paylaşır, sürücülər görürük həmin görüntüləri və təbii ki, müəyyən formada müdaxilələr nəticəsində sürücülərin bu məsələni, bu problemi ictimailəşdirməsi nəticəsində aidiyyatı qurumlar həmin uyğunsuzluğu aradan qaldırır və əslində könül istərdi ki, belə bir uyğunsuzluq ümumiyyətlə olmasın ki, sonrakı vaxtda bu uyğunsuzluq ictimailəşsin və sonra da problem aradan qaldırılsın. Əslində daha yaxşı olardı ki, elə əvvəldən heç bir problem olmasın, uyğunsuzluq olmasın ki, belə xoşagəlməz məqamlar da qeydə alınmasın. Amma nə etmək olar, elə təcrübə, ümumi vəziyyət, yəni tez-tez qarşılaşdığımız mənzərə də onu göstərir ki, belə problemlər var. Elə bunu rayonlarda, üzü rayonlar istiqamətə gedəndə də müxtəlif yollarda, müxtəlif ərazilərdə də tez-tez belə uyğunsuzluqlarla qarşılaşmaq olur. Əsas məsələ odur ki, aidiyyatı qurumların məlumatı olan kimi dərhal həmin problemi aradan qaldırmağa cəhd edirlər. Problem aradan qaldırılır ki, biz də bunun şahidi oluruq. Bəli, beləliklə bizim növbəti video burada sona çatır. Hər birinizdən xahiş edirəm ki, Avtosaza abunə olun, izləyin, paylaşın və belə olan halda təbii ki, bizə dəstək olmuş olursunuz və nəticə etibarı ilə sizin dəstəyiniz bizi qısa zamanda yüksəldəcək və biz daha fərqli və maraqlı videolarla tez-tez qarşınıza gələcəyik ki, istər yol hərəkəti haqqında qaydalardan, qanunlardan məlumatınız olsun. Təbii ki, burada söhbət məlumatı çox az olan sürücülərimizdən gedir. Biz bilirik ki, hazırda kifayət qədər məlumatlı sürücülərimiz var, savadlı sürücülərimiz var. Onlar çox yaxşı bilirlər yol hərəkəti haqqında qayda, qanunu. Amma çox təəssüf ki, hələ də yol hərəkəti haqqında qaydalardan məlumatsız biganə sürücülərimiz var ki, o sürücülər də ümidvaram ki, bizim kanalı izləməklə bilmədikləri qanunla bağlı məlumatları ən qısa zamanda elə bizim Avtosaz kanalı vasitəsilə məlumatlanacaqlar ki, gələcəkdə hər hansı problem, yəni sükan arxasında olanda hər hansı problemlə qarşılaşmasınlar. Təbii ki, biz yollardakı hərəkətlə bağlı çatışan və çatışmayan detallardan danışmırıq. Bizim ümumiyyətlə Avtosaz kanalının əsas mahiyyəti ondan ibarətdir ki, istər avtomobillərin təmiri, satışı, ümumiyyətlə avtomobil sahəsi ilə bağlı bütün mövzuları əhatə edən biz məsələlərə toxunacağıq və maraqlı mövzularla tez-tez qarşınıza gələcəyik. Hələlik özünüzə yaxşı baxın, bizi izləmədə qalın.